Kocaçılar, salamlar, necəsiniz? Bugün PHP proqramlaşdırma dilində OP dünyasına dair ən vacib, zəruri və onsuz heç də OP təşkil olunmayacaq bir imkandan danışmaq istəyirəm. Söhbət gedir konstruktordan. Klass və obyekt varlığının biri ilə nə qədər əlaqədə olduğunu bilən bizlər anlayırıq ki, sən demə obyekt yaranarkən bir çox işi avtomatlaşdırıb, hətta dinamik hala gətirə bilirik və belə bir imkanı klass dünyasında construct adında metod eləyir. Çox maraqlı, həddən ziyadə ehtiyac olan məqamları elə həmin konstruktora atırıq. Belədir ki, yaxın durun. Construct in PHP getdik. Kod yazmağa keçid almadan qabaq PHP nə qədər zirvədə olduğunu hər kəsin bir daha yadına salmaq istəyirəm. Çünki PHP əvvəlki PHP deyil. PHP 8-i keçəndən bəri olub daha möhtəşəm və C dünyasının demək olar ki, ən gözəl nümunəsidir interpretator aləmində və bir şey də vurğulayım ki, artıq native PHP gəlib. Mobile telefonlar üçün statik kompilyasiya olunmuş bir PHP var ki, bizlər artıq bundan sonra elə həmin PHP kodumuzu elə mobile'ın içində rahat icra etdirə biləcək. Üstəlik də ki, Laravel'in imkanları da ora əlavə edilib və olub möhtəşəm. PHP bugün həqiqətən də dəhşətli dərəcədə artıq qabağa gedib və zirvədə olmağa davam edir. Bizlər mütləq Laravel dünyasına da keçid alacaq. Həqiqətən də Laravel nədir və nə kimi ekosistemdir, bunu PHP dünyasında anlayacaq və tətbiq edəcək. Laravel bugün doğrudan da ki, başqa bir dünyadır. Onu da anlayıb bilmək üçün OP dünyasını gözəl bilmək lazımdır. Və gördüyünüz kimi, hətta native PHP mobile üçün boşuna gəlməyib. Swift, Kotlin artıq bizim bu sözü gedən PHP-nin, statik kompilyasiya olmuş PHP-nin necə daxilində istifadə etməyini və PHP kodlarını icra etməyini təşkili qurulub. Yəni, təşkil olunub hər şey. Ta ki, PHP-ni gözəl bilib, gözəl də tətbiq edəsən. Həmin sözü gedən server-side programming indi bu saat mobile dünyasına gəlib və dediyim kimi, biraz da Laravel duzu var. Beləliklə, PHP-ni öyrənməyə indi daha çox səbəb var. Mən artıq redaktordayım və gəlin başlayaq. İstəyərəm PHP-də əsas məqam, konstruktora olan yönəlmənin səbəbi nədir, onu göstərim. Və aydın məsələdir ki, mənim serverim hər şey təşkil olunub və bundan qabaqki videolarda necə eləsə, indi də elədir və istəyərəm nəyi bildirim. Birinci problemi göstərim, sonra deyim ki, konstruktor nəyə görə lazımdır və həqiqətən də OP dünyasında belə bir biliyə sahib olmaq lazımdır və bundan qabaq bunu göstərmişəm. Görün nə deyirəm. Deyirəm ki, məsələn, bir klass yaradıram, xəbərlər, niyə də yox, news, düzdürmü? Və keçid alacam, burada bir property yaratma. Yadınızdadır yəqin ki, bizdə property var və ondan yararlanıb onu istifadə edə bilərik və mən istəyirəm belə bir şey yazım. Deyim ki, bir fikir verin belə bir məqama. Mən xəbərlərin deməli tarixini təmsil edəcək bir xassiyə yaratmaq istəyirəm və adını verim news date. Niyə də yox? Ona görə də gəlin burada yazım ki, hətta public olsun, bir problem yoxdur. Public news date və bu nədir? Mən bilirəm, amma yenə də yazım news date. Düzdürmü? Belə bir şey yazmaq istəyirəm. Amma məsələ ondadır ki, mən indi burada başqa bir şey etmək istəyirəm. Yadınızdadırsa, belə bir şey yazmaq çox cəhd edirdim. Deyim ki, date, qoy elə bugünü təmsil etsin. Hətta yazım ki, il, ay və gün. Belə bir şey yazmaq istəyirəm və başqa heç nə. Əslində metodda yaza bilərəm başqa, amma nə ehtiyac? Bundan qabaq artıq bu kimi maraqlı mövzulara biz öyrənib, baxıb, tətbiq edib yönəlmişdik. Amma indi başqadır. Gəlin elə bu sözü gedən klassın obyektini yaradım və deyim ki, gəlin deyək ki, info bərabərdir new news. Belə bir şey yazıram, düzdürmü? Və hal-hazırda düşünürəm ki, və salamda hər şey hazırdır. Və nə edəcəm? İstəyəcəm, elə belə də saxlayım birinci, keçid alım brauzerə və burada çalışım run eləməyə və evvələ
bir problemlə üz-üzə. Hələ başqa heç nə eləməmişəm ha. Sadəcə obyekt yarandı və mənə deyir ki, sözü gedən 5-ci sətirdə problem yaşanır. Tamamilə doğru. Hətta gedib deyə də bilmirəm ki, məsələn, mənə tarixi göstər. Mənə çox maraqlıdır. Echo, məsələn, info və aydın məsələ ki, property xassəyə mən yönəlirəmsə, ox işarəsini yazıram və sonra da adını verirəm, sözü gedən həmin xassənin adını newsdate. Newsdate. Belə bir şey yazardım. Hər şey gözəl olsaydı. Amma yenə də deyirəm, error öz errorluğunda da qalır. Biz bilirik bundan qabaqki videoda. PHP icazə verməz. Qeyri-konstant olan əməliyyatları bax belə sadə xassə vurğulamalarına tətbiq edəsiniz. Bu mümkün deyil. Amma construct var deyə hər şey dəyişir. İndi isə təklif edirəm, gəlin konstruktor nədir? Onunla yaxından tanış olaq və bundan qabaqki problemimizi biliyimiz olandan sonra qayıdıb həll edək. Amma istəyirəm sadə bir class dünyasında bunu göstərək. Məsələn, deyirəm ki, class və deyək ki, human, insan sinfindən olsun. Ya sinf deyirəm, ya class deyirəm. Çox zamanda class deyirəm. Beləliklə, mənim bundan sonra bilib öyrənməli olduğum bir məqam var. Sən demə, mən obyekt yaradarkən avtomatik olaraq bir hissə var ki, o mütləq işləyəcək. Yəni, bu prosesdə mən heç bir müdaxilə etmirəm. Bəsdir ki, sadəcə mən construct adında metod yaradım. Çox maraqlıdır və özdə bu metodun adında qarşısında 2 aşağı xətt dayanmalıdır mütləq şəkildə. Və gəlin deyim ki, public və public deyəndən sonra bu mənim üçün bir metoddur. 2 aşağı xətt construct deyirəm və hələ ki, heç bir parametrik yönəlməyə deməli, sövq etmirəm bu işi. Birbaşa sadə yolla deyirəm ki, heç bir parametr yoxdur. Heç bir arqument gözləmirəm. Sadəcə deyirəm, bir human adında class var və construct adında mənim metodum var. Bax, bu construct elə obyekt yaranan kimi ilk birinci işləyən və mənim heç bir müdaxiləm olmadan işə salınan bir metoddur. Bu təşkil olunub. Mən bundan yararlanmalıyım. Və gəlin burada deyim ki, echo, elə burada deyim ki, human. Gəlin belə bir şey yazım da, görüm həqiqətən də işə düşərmi ya yox. Aydın məsələdir. İndi bu saat run eləsəm, mən buradan bir gözləntim olası deyil. Axı dedim, adı üstündə sözü gedən construct o vaxt işləyər. Nə vaxt obyekt artıq mövcud olacaq və onun yaranışında ilk birinci addım construct varsa işə düşəcək. Construct varsa. Bundan qabaq ki, bizim video dərsimizdə elə bir şey yox idi. Və ola bilsin ki, heç construct yaratmayasın. Amma gəlin, deyim ki, məsələn, person 1 hər hansı bir kəsin artıq bu sinfə aid olmasını bildirin və deyim ki, new human. Bu qədər. Əla. Başqa heç nə eləməmişəm, düzdürmü? Sadəcə bir obyekt yaratdım. Gedək yoxlayaq görək ki, həqiqətən də o cümlə düzdürmü? Obyektin yaranışı zamanı işləyən avtomatik bir metoddur. Və run edirəm, eyvalə, bax budur. Human gəldi. Mən heç nə etməmişəm. Mən bu obyektdən sonra aşağıda nəsə yazmamışam, işə düşsün. Məsələ ondadır. Və fikir verin ki, bura bir başqa ad versəm, icra eləsəm, human gələn deyil. Və o humanın gəlməsi üçün mən gərək aşağıda gedəm ona yönələm, sözü gedən həmin metodumun adı nədirsə, onu çağırmağa cəhd edəm və ondan sonra bu işləyə. Bu başqa, dediyim kimi, mənim isə avtomatik olaraq sadəcə construct adında, sadəcə construct adında metodum var ki, mən gəlin nida sayını da hətta artırım. Mən indi bu saat icra eləsəm gözəl də işləyir. Nə gözəl, nə maraqlı, heç nə çağırmıram. Bu avtomatik baş verir. Və ilk birinci bilməli olduğunuz budur.
Gəlin OOP dünyasını daha dərindən tanıyaq və hətta construct bilirsiniz nə üçündür? Əgər sözü gedən construct birbaşa işləyəcəksə, avtomatik işə düşəcəksə və mən strateji, taktiki olaraq ona yönəlib bir çox işi qoşa biləcəmsə, onda hətta gəlin sizə göstərim ki, parametr ötürsəm, onda class çağırışı necə dəyişəcək və gəlin burada deyim ki, bir insanın mütləq şəkildə adı olmalıdır və bu adı mən gözləyirəm deyir class. Ona görə gəlin burada deyim ki, name, əla və deyim ki, ad mənə ötürülsə ki, onun ötürülməsi zəruridir, onda deyirəm ki, echo $name. Onu mənə göstər bu adı. Bunu klassda təşkil etdim. Düz, indi bu saat mən qayıdıb və onu icra etməyə cəhd etsəm, error alaram. Çünki deyir ki, axı sən dedin, mən bu klassdan törənsəm, adı mütləq olaraq keçməlidir ki, hər şey düzgün olsun. Klası elə yazmışam, amma obyektdə problemim var və sən demə, buradan sonra qulağa sırğa, mən bura nə ötürəcəmsə artıq obyekt yaradarkən klassdakı mötərizə burada artıq çox böyük önəm daşıyır. Niyə? Bura nə yazacağımsa construct onu qəbul edəcək və mən demişəm, bax bir dənə bir ədəd adı daşıyan bir dəyəri sənə ötürəcəm hər dəfə yaradanda avtomatik onu qəbul elə demişəmsə, onda burada aşağıda deyirəm ki, gəl belə eləyək, bir ad yazaq, Arif. Tamam, save edirəm və baxa ki, error alaram mı, almasam da Arif gələrmi? Refresh edirəm. Voilà, möhtəşəm. Bax, bu əsas bilikdir. Deyəm, nə gözəl, nə maraqlı. Amma iş burada bitmir. Gəlin bu ana qədər əldə etdiyimiz praktikanı burada yaşadaq və hətta qarşımıza nə kimi problemlər gələr, onu öyrənib tətbiq edək və istəyirəm başqa bir metodu yazaq. Aydın məsələ ki, artıq biz bildik construct necə işləyir avtomatik olaraq və hətta ona parametrik yönəlmə versək, onu mütləq aşağıda vurulamalıyıq, onda gözəl işləyəcək, bunu bildik. Amma bilə-bilə gəlin deyim ki, bir deməli metodu yaratmaq istəyirəm və hətta istəyirəm adını greet me qoy salamlasın məni. Və hətta burada deyim ki, qoy belə bir şey deyim ki, return, qoy mənə qaytarsın, sözü gedən belə bir salamlama tekstini deyim ki, hello, vergül qoyum və hətta bu ana qədər belə bir şeyin işləyəcəyini düşünürəm, inanıram, hətta nidasını da qoyum, deyirəm ki, demək salamlayacağım və hello Arif deməlidir. Məsələn, ondadır ki, indi bu saat mən qayıdıb burada refresh eləsəm, heç bir şey problem və yaxud da ki yenilik görmürəm. Amma bəhsdir ki düşüm aşağı və burada deyim ki mən belə bir şey demək istəyirəm. Çağıraq sözü gedən person 1-dən artıq sözü gedən mənim bu metodumu görək salamlayarmı? Çünki mən klası çağıranda human'da Arif bildirdim. Düzdürmü? Bundan hamısı bilmək istəyirəm də və gəlin burada deyim ki person 1 və greet me. Başqa bir şey də demirəm. Getdik. Hello Arif gələrmi ya yox və run edirəm undefined variable name. Düz deyir. O deyir ki bu name'i tanımıram. Lokaldırsa onun barədə işləndirməmisən. Yox, yuxarıdakı name'dirsə o düz deyil. Tamam. Belə səhvləri edərək də öyrənmək lazım. Yoxsa səhvsiz video yazıb verməyə nə var ki? Amma yox. Gəlin bütün səhvləri real şəkildə görək, sanki siz bunu edərdiniz. Və deyirəm, bundan qabaq this adında bir yönəlməni tanıyırdım. This obyektin özünə aiddir. Özü və hətta gedib nə edərəm? Bunu daha da salamat şəkildə gəlin birinci nidanı yığışdırım, nida mənə mane olmasın. Əslində belədir ki, mənə mane olmur, amma zahiri olaraq hələ ki yığışdırım və deyim ki, this nədir? Obyektin özünün neymi var ki, ona yönəlmək istəyirəm, özünün xassəsi. This həmişə obyektin özünü təmsil edir. Və indi bu saat qayıdıb refresh eləsəm, deyir ki, bir dəqiqə, human'da name adında property yoxdur ki, sən də ona this-lə yönələsən. Ayda, bu errorlarla mən başlayıram anlamağa, proqramlaşdırmanı. Nətər yəni yoxdur? Yuxarıda axı var. Yuxarıda var. Bu demək deyil ki, bax burada yazdınsa, o dönür olur xassə yox. Bu ona çöldən sadə parametrik bir ötürmədir. İçərdən də
heç bir xəbər yoxdur. Amma bəsdir ki, mən belə bir şey yazım. Deyim ki, this name bərabərdir. Özə fikir verin ki, mənim taktikama bax. Bizlər nə edirik? Biz özündə olan xassənin adını çöldə olan, yəni çöldən gələcək parametrin adı ilə eynilik təşkil edirik. Çox maraqlı olur. This name bərabərdir name. This last name bərabərdir last name. Sanki adları burada çox maraqlı formada verirəm. Və icra edim görüm nə olur. Əslində mən bilirəm nə olur və hətta belə problemlə o qədər üzləşirəm. Mənim bir sıra serverlərim var. Biri PHP 7-dədir, biri PHP 8-dədir, biri 7.3-dədir, biri 7.4-dədir. Yəni elə imkanlar var ki, PHP yenilikləri gətirməkdə davam edir. Necə Python yenilikləri gətirirsə, hər versiyada yeni maraqlı funksiyonalı gətirirsə, amma görürsən ki, ayda bu falan versiyadan gəlir, məndə isə serverdə başqadır. Və indi fikir verin ki, mən icra eləsəm, run eləsəm, mən error alaram, siz almarsınız. Siz 7-ci versiyadasınızsa, siz almarsınız. Çünki havada yaranır. Bax, bu sözü gedən name. Amma 8-ci versiya deyir ki, belə şeyləri yığışdırdıq. Mən daha sənin əvəzinə heç bir havada yaratmanı bu formada etmərəm. Və məndən tələb edir ki, öncədən bildir və gəlin burada deyim ki, public və deyim ki, name. Belə bir şey yazmaq istəyirəm. Deyir, elan elə, qoy şamil olunsun, öncədən heç dəyərə sahib olmasın. Amma indidən tanınsın name adında mən havadan yaratmayayım. Mən bu formaya baxıb yaratmayayım. 8-ci versiya da buna icazə vermir. Və gedim görüm, Arifdən salamlama gələcəkmi və run edirəm. Bu arada həmişə böyle bir problem yaşayıram ki, burada echo yoxdur. Və gəlin deyək ki, echo qoy belə də qalsın və getdik. Hello Arif. Möhtəşəm. Bir fikir verin ki, işdədir. Əslində sizdə 7-dirsə buna ehtiyac qalmayacaq. Amma niyə də indidən 8-in o tərbiyəsini almış olmayaq. Məncə çox gözəl bir şeydir. Evvela bir fikir verin. Nə maraqlı formada işlədir. Amma deyim və vurğulayım. Construct bir dəfə üçün işləyən bir metodu. One time. Yəni bu construct'ı biz heç vaxt 2 dəfə çağırmayacaq və özündə də 2 dəfə çağırılmır. Amma bu construct haqqında yenə də biraz söhbət edək. Gəlin mən construct'a bir neçə dəyişikliklər edim, görüm alınarmı ya yox və hətta bir fikir verin ki, mən bu hissəni buradan götürürəm və istəyirəm ki, salamlama, yəni hello Arif, bilsiniz harda gəlsin. Burada deyim ki, belə ki, dinamik şəkildə construct işləməyəcək, avtomatikdir də, düzdürmü? Yəni ilk birinci o işləyəcək. Orada deyim ki, ad müəyyən olunan kimi mən istəyirəm ki, artıq özündə olan this, ona görə yazıram, özündə olan greet mi var ha? O işləsin, özdə nəticəsində çapa versin, görək. Belə bir şey yazmaq istəyirəm və run edirəm. Evvela. Amma suallar gələcək. Construct həqiqətən də həmişə public olmalıdırmı? Əslində bəli. Düzgün formada proqramlaşdırma bunu sizdən tələb edir. Nə bilim, hansısa çox belə istisna halı bəlkə olmaya dəyişəsiniz, amma gəlin dəyişək də. Bəlkə bundan heç bir işləməyəcək. Gəlin public-i eləyək protected. Belə bir şey vermək istəyirəm və gedib yönələcəm call to protected method. Ola bilməz. Global scope-da deyil və işləmir. Yəni constructımıza belə bir şey vermərik. Verməməliyik. Amma nə bilim, ən azı gördük ki, qarşısında public yox, protector yaza bilərik. Deməkdir ki, hansısa layihəndə elə bir zəruri bir məqam ola bilər ki, sən onu qorumaq istəyəcəksən. Ola bilsin, irsi məsələlərə keçəndə, miras deyə bir şey öyrənəndə bəlkə də lazım oldu. Amma indidən göstərirəm ki, nəyə lazım? Amma işləmədi. Tamam, bəs private da yazırıqsa bunu yazaq. Run edirəm. Call to private human construct. Bu da düz deyil. Bu da global scope-da deyil. Beləliklə
mən başa düşürəm ki, yəni mənim əlim çatan bu ümumi Globoscope-da olan mənim məsələm bağlıdır. İstər protected-lə, istər private-lə. Belə bir şey eləyirikmi? Xeyr. Real düzgün praktika deyil. Və fikir verin ki, mən bunu buradan yığışdırıram. Düzdürmü? Belə saxlayıram. Və run edirəm. Aydın məsələdir. Mənə icazə verilir. Publicləri yığışdırım. Okay. Və bu halda by default elə publicdə sayılır. Əgər qarşısına bilə-bilə protected ya da private yazmamışamsa, bu deməkdir ki, onlar publicdir. Gəlin başqa bir praktikaya da baxaq. Olar olmazını əslində olmaz. Bu da bir düzgün praktika deyil, amma yoxlamaq istəyəndə nə işləyir, nə işləmir. Görürsən, mən bilə-bilə konstruktı bir daha çağıra bilərəmmi ki, belə bir şey gəlmək, nə bilmə, heç milyonda bir mümkün deyil və düz deyil, amma işləyir, işləmir, onu yoxlamaq istəyirəm əslində. Və gəlin deyək ki, person 1 və onda olan konstruktı mən özüm bilə-bilə çağırmaq istəyirəm. Bir mənalı olaraq və hətta elə heç argument vermirəm. Görüm, argument verməsəm error alaram ya yox, birinci onu öyrənmək istəyirəm. Run edirəm və mənə deyir ki, bəli, hanı o konstruktda gözlədiyin ad. Gəlin bura yazım, Samir. Samir. Tamam. Yoxlayaq. Voilà. Hello Arif, hello Samir. İşləməyini işlədi. Amma elə bir misal, elə bir dünya yoxdur. Siz kənardan konstruktı çağırmağa istəyiniz ola. Tamam mı? Ona görə də, bax mən edirəm ki, az qala bağlıydım. Baxın, mən edirəm ki, siz etməyəsiniz. Belə bir şey etmirik. Amma suallara düşən məqamdır. Konstruktı çağırma olarmı yenə? Konstruktı public, private etmək olurmu? Ona görə də bunların hamısı göstərəm ki, biləsiniz. Nə, necə işləyir. Yadınızdadırsa, videonu belə də başladıq. Bax, bu problemlə. Və aydın məsələdir ki, indi qayıdıb yenə də run eləsəm, o mənə deyəcək ki, constant expression contains invalid operations. Düz deyir. Mən onsuz da biləm bu necə işləyir. Bundan qabaqki videoda bunu tam rahatlığı ilə öyrəndim. Amma mən istəyirəm axı xəbərin tarixi görünsün, işləsin. Bu zaman nə edərəm? Özü nəzərə alsam ki, mən 8-ci versiyadayam. Onda götürərəm bu hissəni. Tamam mı? Gəlin belə də götürüm. Amma elan edilməsini istəyirəm. Çünki mənə deyəcək ki, onda hanı bundan qabaqki dəyəri olmayan, amma elan olunan bir xasə. Bax, onu belə də qoydum. 8-də olmasaydım, heç bunu bəlkə də yazmazdım. Amma 8 yeni tərbiyə bizi sövq edir və getdik. Deyəcəm ki, function construct, düzdürmü? Və burada heç eləmirəm. Sadəcə bilə-bilə özüm deyəcəm ki, this new state bərabərdir. Sözü gedə, bax bu date və belə bir çağırış məndə error verirdi. Çox maraqlıdır. Qayıtsam, burada run eləsəm, voilà. Mən onsuz da bir çox özümün mənim elementimə aid olan o qədər işlərim var ki, new state və s. və ilaxır mənim xassələrim hansısa funksiya işlədib dəyər əldə edəcək və istəyəcəm hansısa bir xassəmə, propertimə şamil edim. O saxlasın bu dəyəri. Amma bundan qabaq mümkün deyildi. PHP-nin şərtləri var idi. Başqa dillər fərqli yaşayır. Amma PHP də deyir ki, belə lazımdır. Hər dilin öz maraqlı xüsusiyyəti var və sən demə, mənim bu problemimin həlli belə də təşkil olunur. Hətta gedib deyə bilərəm ki, gəlin bunu buradan götürün bilə-bilə və burada deyim ki, function, görürsünüz public yazmamsa, demək ki, publicdir. Get date, belə bir şey yazmaq istəyirəm, özüm bilə-bilə və return, elə bunu da verəcəm. Sanki bu funksiyanı çağırsam, bu metodu çağırsam, o mənə cari tarixi vermək cəhd edəcəkdir. Aydın məsələdir ki, indi bu saat mən run eləsəm,
Mən heç bir dəyər görmürəm. Error da görmürəm çünki elan etmişəm. Gəlin buranı söndürüm və run edim. Deyər ki, news date nədir ki, mən onu tanımıram. Amma elan edib dəyər verməmişəmsə problem deyil, davam edirəm. Və fikir verin ki, bayaq vuruladığımdır. News date bəlkə də qədər hər hansı bir metodu işlədər özündə, özünün. Ona görə mən deyirəm ki, özündə elə bir get date var ki, oradan dəyər alacaqsan. O da əslində bu tarixi mənə verilməlidir və fikir verin ki, nə maraqlı yollarla gözəl nəticə əldə edirik. Baxın, belə yazmaq, belə konstruktoru anlamaq ən vacibdir OOP dünyasında. Bu addımlarla siz əla peşəkar olacaqsınız. Qaydaq bundan qabaqki human klassımıza və istəyirəm bu dəfə konstruktda mən parametrik olaraq yönəldiyim name adına bir default dəyər verim. Məsələn, deyə bilərəm ki, ad mənə verilməsə, düzdürmü? Qoy olsun unknown. Unknown, niyə də yox? Və belə bir şey yazıramsa, naməlum deyək, belə bir şey yazıramsa, işləyərmi, işləməzmi onu bilməksən. Birinci, Arif deyə ad qalıb burada, düzdürmü? Və öz konstruktımda ad təyin olunan kimi belə bir şey bir başqa konstruktun içində demişəm ki, icra olunsun. Gedirəm deməli, burada run edirəm, hello Arif gəldi. Bəs işli şayə. Mən bayaq bunu işləyəndə error alırdım. Belə saxlasam, gedib baxaram ki, hello unknown, düzdür. Unknown zamanı mən bir çox şey edə bilərəm, problem deyil. Amma anladım, nə gözəl, nə maraqlı. Hətta deyə bilərəm ki, bura null yazım, düzdürmü? Və düzdür, indi bu saat run etmək istəsəm, hello boş gəlir. Amma mən nə etmək istəyərəm? Çox maraqlı məqam buradadır. Mən istənilən bir işi görə bilərəm, bir məna olaraq. Sadəcə burada deyə bilərəm ki, bir fikir verin, özüm bilə-bilə deyirəm ki, şərt qoya bilərəm, hər şey edə bilərəm. Ona görə göstərirəm ki, konstruktda da nələr etmirik. Burada deyə bilərəm ki, if və fikir verin ki, desəm ki, this name, düzdürmü? Və məhz o zaman mən istəyərəm salamlama olsun. Qayıdıram, run edirəm, heç nə gəlmir. Güman edirəm ki, şərtlər nədir? Bilirsiniz, PHP proqramlaşdırma dilində ayrıca buna dair video var. Və çox məntiqli, false və true olaraq soruşmaq istədiyimdir ki, ad ötürülübmü? Çünki susunun anında ötürülmür. Hal-hazırda mən də burada ad ötürülməyib və dəyməmişəmsə, name dəyəri null alıb. Null alıbsa pozitiv deyil. Mən də demişəm ki, həqiqətən də bir ad varsa, pozitiv hal varsa göstərərsən. Aydın məsələdir ki, burada mən gedib hicran yazsam və run eləsəm, hello hicran. Və hətta burada nidamı da qoya bilərəm. O mənə mane olmaz. Fikir verin ki, gözəl. Və bir fikir verin ki, deyək ki, mən 2 dənə aşağı xətt qoymaq istəyirəm. Belə bir şey yazmaq istəyirəm, sadəcə bunu da göstərim. Bir daha və mənə deyək ki, name 2 aşağı xətt property yoxdur axı. Məsələn, onda ki, bu name 2 aşağı xətt ona aid deyil. Belə bir şey ayırt etmək istəyirəmsə, bəsdir ki, mən onu fiqur mötərizəyə alım qoşa dırnağın içində. Hə, onda anlayar. Bu nədir? Mən özüm bilə-bilə belə şey yazıram ki, biləsiniz. Mən öz property'mi PHP-də, stringdə dəyişən dəyər və obyekt yönəlməsi, parametrik yönəlmə necə yaşayır? Bunların hamısını tətbiq edəsiniz, onda olur möhtəşəm. Buna dair ayrıca da mövzumuz var idi. Belədir ki, mən anladım bu necə işləyir. Ona görə bayaq nidanı yığışdırdım ki, bu mövzuya ayrıca bir daha gəlim. Deyək ki, nida da mənə mane olsaydı, yenə də onu belə edərdim. Amma fikir verin, mən default dəyər də ata bilirəm. Və aydın məsələdir ki, nəinki bir neçə parametr burada gözləyə bilərəm. Məsələn, age və yenə də bəlkə də mənə ötürülməyibsə null deyə bilərəm. Niyə də yox? Ya da susqunluq halında deyək ki, hər kəsin yaşı 10'dur. Amma yenə də deyirəm, mən tez gedərəm, burada deyərəm ki, this age, düzdürmü? Bərabərdir age. Bu qədər. Və hətta aşağıda da deyərəm ki, elə qoy burada da belə də qalsın. Echo, amma yeni sətir olsun deyə
Belə yazıram. Age qoşan nöqtə və burada deyə bilərəm ki, this age. Özüm bilə-bilə age-ə yönəlmirəm. This age istifadə edirəm hər dəfəsində. Mən bilirəm ki, bundan sonra toxunmaq istədiyim bir xassiyyət varsa this age olacaq. Amma aydın məsələdir ki, run eləsəm, mən yenə də o deprecated məsələsindən deməli uzlaşacağam. O da mənə deyir ki, gözəl insan, bəs hanı sənin öncədən elan edilməsi PHP 8 dilində? Mən də deyirəm, buyur, verdim və qayıdıram evalə. Gözəl. Amma fikir verin ki, bir yox, bir neçədən ötürə bilərəm və beləliklə, belə şeylər yazmaqla siz bu mövzunu gözəl öyrənə bilərsiniz. Gəlin daha da dərindən öyrənək PHP dilini və indi bu saat tətbiq etdiyim əslində buna dair bəlkə də daha maraqlı bir mövzu ayırıb deyərəm, amma indidən də niyə də tətbiq etməyək, çünki onsuz da qarşımıza çıxacaq və bu adımların yiyəsi özümüz olacaq. Və dediyim kimi, əslində biz bir çox mövzuları öyrəndik, burada bir neçəsini tətbiq elədik, hətta bir yox bir neçə məqamı ötürə bilərik klassda, hətta burada hicran demişik, amma yaş deməmişik. Gəlin bura bir yaş da deyək ki 34, çünki deməsəm 10'dur, yaşını deməsəm 10'dur, adını ötürməsəm artıq naldır, yox ötürəcəmsə həmin ötürdüyüm dəyərlər olacaq və burada run eləsəm bunu görürəm, amma burada bir məqam var. Özüm bilə-bilə görün nə etmək istəyirəm. Gəlin hələ ki default dəyərləri yığışdıraq. Burada da bunu yığışdıraq və deyim ki, bax bundan sonra name olsun string. Type hinting deyirik buna. Haçan artıq tipə yönəlmə var və bu da olsun integer. Bu qədər. İndi bu saat run eləsəm, mən bir error almıram. Amma gəlin deyək ki, 34'ün əvəzinə dırnaqda yazdım 34 və run elədim. Heç bir problem hələ ki almıram düşünürəm. Amma deyək ki 7. Belə bir yaşı amma sözlə yazıram və run edirəm. Aha. Yəni o anlayır dırnaqda rəqəm nədir. Rəqəmin var olduğunu bilirsən o dırnağa salsan. Amma deyir bir dəqiqə, daha söz yazmışsan, sən əməlli başı string yazmışsan. PHP-də, JavaScript-də həmişə rəqəmləri dırnaqda tanıyıb onlarına işləyəndir. Amma sən ora söz yazan kimi hər şey dəyişir. Cannot assign string to property human age type int. Düz deyir. Axı mən dedim, tipi integer olacaq ha. Tam ədədlər olaraq gözləyirəm onu. Hə, burada dayanaq. Nə maraqlıdır, burada şərt də verə bilirəm. Gözəl. Bu deməkdir ki, bu işi təşkil elədim. Məsələn, gəlin deyək ki, int hissəsini yığışdırıram özüm bilə-bilə və run edirəm. Bir fikir verin ki, 7 sözü gəldi və orada heç bir onun qarşısına alan amil yox idi. Amma bəsdir ki, integer bura yazım və çağırım, evvəla. Baxın, belə bir maraqlı məqam var. Açan sən ciddi olaraq qoruyursan. Amma eyni zamanda görəsən, mən burada deyə bilərəmmi öz konstruktumun içində, onsuz da funksiya nədir? Biz bilirik, içində maraqlı yönəlmələr də var bilirik. Type olaraq da yönələ bilirik. Burada int yaza bilərəmmi? Belə bir şey. Mən ötürəcəyim rəqəm olmalıdır. Və gəlin birinci bunu yığışdırım, run edim, işləyir. İndi bura int yazım, işləyəcəksə biləcəm ki, demək ki, yuxarıda yazmaq lazımdır. Run edirəm, evvəla. Konstruktun özündə də deyir ki, göndərəcəyin int olmalıdır. Sən string göndərmirsən. Nə maraqlı. Əslində, belə şeylər çox, həddən ziyadə çox ciddi məqamlardır və belə bir şey yazanda olur daha profesyonal, daha doğru və desən ki, tamam, mən indi burada heç cür təşkil edə bilmərəm ki, burada yanlış bir dəyər gəlsin. Mən heç cür əksinə sözü gedən yanlışın buradan keçməsinin şəraitini qura bilmərəm, heç cür. Burada artıq yazırsansa düz yaz deyə bir şərait qurulub və run edirəm, evvəla. Möhtəşəm. Həqiqətən də belə şeyləri bilib tətbiq etmək mütləqdir. Type hinting.
burada ve bütün dillerde vacib olduğu kimi burada da öz əksini tapır. Siz indidən yönəlsəniz, bax belə yazı stilinə çox gözəl olar. Gəlin mən sizə PHP-nin ən maraqlı 8-in ən maraqlı qısaldılmış bir yazı imkanını göstərim. Haçan bizlər 7-də çox öyrəşmişik də, həddən ziyadə öyrəşmişik ki, daha hər hansı bir deyək ki, propertiləri elan etməyib. Bax, bunları istəmərəm, deyirəm mən, düzdürmü? Bax, bunu buradan götürürəm birbaşa və bu konstruktun içini təmiz edirəm. Sadəcə bu parametrdə əgər name age yazırdımsa, amma indi bu saat mən icazə verir public. Burada public yazan birbaşa. Yəni orada yazdığımı bir fikir verin ki, burada yazmaq istəyirəm. Amma sadəcə vergüllər arası. Bax belə. Fikir verin ki, belə bir şey yazdım. Public string name. Public int page. Bax belə bir şey yazmaq istəyirəm. İşləyər işləməz çox maraqlıdır mənə. Haçan da yuxarıda hər dəfəsində yazıb elan etməyimə nə ehtiyac var? Düşünürəmsə 8-ci versiyada, onda bu həmin odur. Və gəlin yoxlayaq. Birincisi error alacaq ya yox. Hər şey gözəl işləyir. Daha mənə heç nə demir. Ay nə gözəl. Fikir verin ki, bu hissə əvvəl işləmirdi. Və fikir verin ki, mən buradan sadəcə public-i yığışdırsam və yenə də run eləsəm, mənə deyəcək ki, bu köhnə yazı stilidir. Bu 7-yə aid, amma 8-ə aid deyil. Yuxarıda elan elə deyir öncədən. Bir də var ki, mən elə içindəcə public yaza biləm. 8 bundan möhtəşəmdir. Bugün mobile dünyasından PHP elə bilə gəlməyib. 8-də hər şey gözəldir. Və fikir verin ki, indi bu saat run edirəm, daha heç nə mənə demir. Ay, nə gözəl, hər şey gözəl də işləyir. Gəlin deyək ki, string və integer'i götürürəm. Düzdürmü? Heç vurğulamıram tiplərini və run edirəm. Yəni, beləliklə public və digər elementləri burada bildirməklə artıq elanı konstruktun içində parametrik daxilində edə bilirsiniz və bu 8-ə aiddir. Aydın məsələdir ki, type hintingdən vurğulasan olur möhtəşəm. Bu belə də yazılmalıdır əslində və sən demə, ayda, daha hər dəfəsində konstrukta nə qədər nələr elan etdimsə, yazmaya bilmərəm, yazmaya bilərəm, olur gözəl. Amma əslində bir neçə məqamlar var ki, yenə də yuxarıda vurğulamalısan, bu sənin layihəndən yazdığın elementlərdən asılıdır, amma demək olar ki, daha qarışıqlığa ehtiyac qalmır, sadəliyə. Qısa yazılış çox gözəldir. Yəni promotion burada möhtəşəmdir. Bax belə bir şeyləri 8-ə dair bilməyiniz mütləqdir. Deyirəm, bu ana qədər öyrəndiklərimiz boşa getmir heç vaxt. Həmişə bunu vurğulamışam və OP dünyasında funksiyalar biliyində olan imkanı burada gətirir. Aydın məsələn, yalnız metodlar varsa, funksiya var deməkdir. Düzdürmü? Klasın içində olan funksiyalara biz metod deyirik və funksiyadan olan bir biliyi burada tətbiq edək. Məsələ ondadır ki, adlı parametrlə yönəlmə var. Mən hətta gedib deyərəm ki, bax, aydın məsələdir ki, əslində indi bu saat mən görürəm ki, hicran və 23 var idi sonuncu dəfə, düzdürmü? Gedib burada deyərəm ki, PHP 8-dir də, düzdürmü? Mənim istifadə etdiyim 8 versiyasıdır və burada gedib deyə bilərəm ki, adlı və yönəlmədə funksionalda deyə bilərəm ki, birinci yaşını vurğulayıram bilə-bilə, qoy olsun məsələn 11 və üstəlik də ki, sonunda da deyirəm ki, name var, o da olsun Hafiz məsələn. Gəlin Hafizi düz yazaq. Hafiz məsələn, belə. Error alaram, özü yerini dəyişmişəm ha. Konstruktda demişəm ki, birinci mənə name gələcək, sonra age gələcək və bəx elə də sırada yazmışdım. Hicran 23. İndi isə yazıram 11 və Hafiz, amma adlı yönəlmə ilə. Başqa dillər belə bir imkanı çox gözəl özündə tətbiq edir. PHP bunu başqa, daha da maraqlı formada gətirdi və tətbiq etməklə daha da rahat oldu bizə və indi mənə maraqlıdır, error alaram mı ya yox, yoxsa Hafiz və 11 gələrimi refresh edirəm, hello Hafiz, age 11, möhtəşəm də, yəni, bax, belə adlı yönəlmələr də var ki, biz bundan yararlanırıq, bizə daha rahatdır. Yəni, yadıma salmıram ki, ay Allah, birinci məndə nə gəlirdi?
Baxın, mən müəyyən bir versiya var ki, o versiyadan aşağı mən istər-istəməz bu sıranı gözləməli idim. Amma sonradan adlı parametrik yönəlmə olandan sonra funksional imkanı olur möhtəşəm. Bir fikir verin ki, OOP dünyasında mən artıq human çağıranda adlı parametrlərə yönəlsəm, sırası daha vacib deyil. Gəlin sonunda da ən maraqlısını tətbiq edək, öyrənək və bilək ki, konstruktora dair hər şey bildik. Çünki konstrukt adında metodda biz istədiyimizi məqsəd yönlü, strateji, taktiki olaraq edə bilərik. Amma bilməliyik də nə necə işləyir və versiyalar arası fərqliliyi də artıq özümüzdə peşəkarcasına yaşatmalıyıq. Nə deyəcəm? Çox maraqlı bir mövzudur və bununla demək olar ki, bugünü bağlamaq olar. Mən gəlin bir klass yaradım. Klass, deyək ki, students qeyri-adi bir şey olmasın və hətta gedim deyim ki, elə burada deyim, data bərabərdir və new students deyəcəm. Hələ ki, belə yazıram və getdik. Tələbələrin adı, hətta deyim ki, public names adında qoy öncədən elan etdiyim bir deməli property xasə olsun. Sonra da deyim ki function construct belə bir şey deyim və ad mənə gələcək string halında və aydın məsələdir ki, burada names deməliyəm, yaşatmalıyam və burada deməliyəm ki this names düzdürmü? Bərabərdir names. Buna qədər da bunu kim bilmirdi ki, düzdürmü? Bunu gözəl bilirdik. Və məsələ ondadır ki, əslində indi bu saat mən gəlin deyim ki, test, belə bir şey yazmaq istəyirəm və gedim icra edim. Hətta burada bir pre verim bilə-bilə. Birazdan biləcəm nəyə görə. Amma elə burada deyim ki, this names, belə bir şey indidən verim. Nöqtəli vergülə ehtiyacım yoxdur. Sadəcə sətr uzun olmasın deyə enter vurdum print r funksiyasının içində. Və indi bu saat baxıram ki, yəni test 1 gəldi. Test gəldi, bir sadəcə pre'nin özünün də aydın məsələdir ki, mən lazım olsa print r'dən sonra burada true deyərəm və o bir çıxıb gedər. Bundan hamısını biz bilirik. Və məsələ nədir? Özüm gəlin heç nə qarışdırmayım. Beləliklə names istəyirəm axı adlar çoxlu olsun. Bir yox, bir neçədən ad. Məsələ ondadır ki, mənim tələbələrimin sayı neçə olacağını mən bilmirəm. Bundan qabaq necə yazmışdım? News'da necə idi? Bir parametr var idi, düzdürmü? Deyək ki, bundan qabaq ki, hər hansı bir klass yazmışdım və orada da hicran ötürə bilirdim, yaşı ötürə bilirdim, amma 2 ədəd ötürmüşdüm. Yəni, sayını bildiyim bir işlərdən deməli başlamışdım. Amma elə bir an olur ki, konstruktda sənə gələcək argumentlərin sayı bilinmir. Özün elə qurumlusan. Yəni, mənə tələbə sayı 5 də gələ bilər, 10 da gələ bilər və bundan hamısı birdən əlimdə saxlamaq istəyirəm. Bax, belə hal üçün mənə variadik konstruktor lazımdır. Haçan mən deyirəm ki, tamam, deməkdir ki, bu məndə array olacaq. Yəni, hətta açıqlayım yazım sizə. Deyim ki, deməli, names sən demə, mənim xassəm də özdə array tipli. Və bunun bir yox, bir neçə dənəsini qəbul etməsi üçün mən bura 3 nöqtə qoyuram. Və getdik. Məsələ ondadır ki, indi bu saat mən belə saxlasam belə, variadik-in özü artıq boş bir array verir. Variadik yönəlmə mənə array verəcəkdir. Tamam mı? İçi hələ boşdur. Amma gedərəm, deyərəm, məsələn, afaq, məsələn, fikir verin ki, arzu və hətta gedərəm, gəlin burada belə yazım. Enter vurum. Burada da vergül qoyum və davam edim. Deyim ki, Cahan, Akif və gəlin deyək ki, Ramazan. Belə adlardır və s. və ilaxır. Bu qədər sayı bilinməyən, az və ya çox ola biləcək bir imkanı yığıb özümdə saxlamaq istəyirəmsə, variadik PHP-də var. Və gedib yoxlamaq istəyirəm ki,
Evala. Bir fikir verin ki artıq buradadır. Və afaq arzuda mən burada səndəmə nöqtə qoymuşam. Tez onu düzəldirəm. Deyirəm, ay Allah, sayı niyə azaldı? Gözəl. Biz elə olur ki, bilə-bilə. Yəni, hər şey bilikdən gəlir. Birinci bilməlisən ki, belə bir şey mümkündür. Sonra ağlına strategiya gələr. Və görsən ki, nə gözəl, sən demə 3 nöqtə ilə yönəlmə çox maraqlı forma təşkil olunur. Amma mənə bir sizin də maraqlıdır. Bu PHP 8-dir də, düzdürmü? Gəlin bunu da yaşayaq. Çünki bunların hamısı biz vaxtı yaşamışıq. Bu problemlərin hamısını bilmişik, sonra yazmışıq. Məsələn, PHP 8 mənə icazə verir ki, qısa yazılışa yönəlim də, düzdürmü? Və məsələn, hətta bütün parametrləri yığışdırdım. Sadəcə dedim ki, public names, bayaq necə yazmışdım? Belə bir şey yazmaq istəyirəm və gedib yoxlamaq istəyirəm ki, məndə nə verir? Error. Yəni, burada da promotion ola biləcək bir şəraiti yoxdur. Niyə? Deyir ki, sən variadic olan məqamı promote edə bilməzsən. Yəni, bu mümkün deyil ki, sən elan edəsən burada gələn sayı bilinməyən bir elementləri. Mən bilmirəm, bax, ona görə nə etmək lazımdır? 8-də, bax, ona görə dedim ki, elə anlar var ki, sən usta yuxarıda elan etməli olacaqsan. Və variadic halında belə bir şey mümkün deyil. 3 nöqtə qoymuşsansa, da bura public, private, protected deyə bir şey yaza bilməyəcəksən. Sən mütləq şəkildə qayıdıb, hətta type hinting-i yığışdırsan belə fərq eləmir. Qayıdıb, amma sən özündə mütləq şəkildə, gəlin bunları bir sətirli eləyim, elan etməli olacaqsan. Etməlisən ki, işləsin. Bu çox maraqlı mövzudur, həddən ziyadə və beləliklə sual gəlsə ki, variadic elementləri promote eləmək olurmu? Yəni, mən qısa yazılışla təşkil edə bilərəmmi 8-də? Sözü gedən variadicləri yox, mümkün deyil və beləliklə ayda nə maraqlı, nə gözəl, çox gözəl imkanlar var və konstrukt necə təşkil olunur? Bax, belə qısa biliklərlə amma zəngin iş görmək mümkündür. Beləli bu harasıdır, həqiqətən də PHP dünyası o qədər gözəl, o qədər zəngindir ki, obyekt yönümlü proqramlaşdırmada zərgərcəsinə hər şey yazsanız, hər şey parçalayıb düzgün formada təşkil etsəniz, özünüzdən həqiqətən də qürur duyacaqsınız, layihənizi həddən ziyadə bəyənəcəksiniz və mənim də işim ondan ibarətdir ki, siz bu dünyanı, bu proqramlaşdırma dünyasını gözəl biləsiniz və indiki PHP 8 versiyası o qədər özünü doğruldub ki, hətta mobile dünyasına gəlib dediyim kimi native PHP formasında və ona görə də öyrənməyə mütləq şəkildə dəyər bir dildir digər dillər kimi və ona görə də mən ələ çəkməkdə davam edəcəm. Bundan sonraki dərslər daha da maraqlı olacaq. Bu səbəblə də nə edirik? Kozas kanalına abunə oluruq və mütəmadi olaraq izləyirik. Like, paylaşım və qoy kimlər abunə olmayıbsa elə sizin vasitənizlə abunə olsun və bizim sayımız artsın. Sağ olun, sağ salamat.